Ermənistan sərhədə görün kimləri yerləşdirdi. Yerkrapa terror təşkilatı Ermənistan-Azərbaycan şərti sərhədindəki döyüş mövqelərinə yeni terrorçular göndərib. Bu barədə Telegram sosial şəbəkəsində məlumat yayılıb. Bildirilib ki, silahlı qruplaşmanın sıralarında Azərbaycana qarşı müharibələrdə iştirak etmiş terrorçular var. Həmçinin separatçı əski parçasını qoluna yapışdıranları da görmək olar. Bu addımlar regionda sülh və sabitliyə ciddi təhdid yaradır. Ermənistanın sülh açıqlamaları ilə bu amillər birbaşa ziddiyyət təşkil edir. Belə terrorçuların mövqelərə yerləşdirilməsi açıq təxribatdır. Təxribatın və qanunsuz hərbi fəaliyyətin bütün məsuliyyəti Ermənistan hərbi siyasi rəhbərliyinin və onu dəstəkləyən qüvvələrin üzərindədir. İrəvan Bakının Zəngəzur tələbi ilə razılaşdı. Proses belə olacaq. Ən azı yarım il əvvəl hökumət deyirdi ki, heç bir dəhliz olmayacaq. İndi isə Ermənistanın İranla eyni şərtlər əsasında ərazisindən Azərbaycana keçid verməyə hazır olduğunu bildirir. Bu barədə Hayaguya Telegram kanalının məlumatında qeyd olunur. Nəşr Xarici İşlər Naziri Ararat Mirzoyanın Antalya diplomatik forumu zamanı Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib və bunu etiraf kimi dəyərləndirib. Mirzoyan rəsmən elan etdi ki, İrəvan Bakı ilə dəhlizin açılması üçün sadələşdirilmiş prosedurları planlaşdırıb. Yəni, dəmir yolu əlaqəsi bərpa edilərsə, Azərbaycanın yükləri elə bu ölkədə bəyan ediləcək. Qatarlar Ermənistan ərazisində dayanmadan keçəcək və birbaşa Naxçıvana çatacaq. Yəni, Ermənistan ekstraterritorial dəhlizlə razılaşıb. Qeyd edək ki, Azərbaycan razılaşdırılmış sülh müqaviləsi mətnindən əlavə olaraq Naxçıvanla quru əlaqəsinin bərpa edilməsi üçün Ermənistan ərazisindən maneəsiz keçid tələb edirdi. Paşinyandan kritik addım. Azərbaycan bunu gözləmirdi. Nikol Paşinyan 2026-cı ildə keçirilməsi nəzərdə tutulan seçkilərə hazırlaşır və bu seçkilərə sülh sazişi ilə getmək istəyir. Bu sözləri Qlobal İnfoaza danışan politoloq Rəşad Bayramov deyib. Yaxşı başa düşür ki, indi onun və komandasının reytingi nə 2018-ci, nə də 2021-ci il səviyyəsindədir. Üstəlik, keçən dövr ərzində vəd edilən sosial-iqtisadi rifah da təmin edilməyib və Ermənistan hələ də dalan dövlət olmaqda, regional layihələrdən kənarda qalmaqda davam edir. Belə bir vəziyyətdə əlində sülh sazişi ilə seçkiyə getmək və kampaniyasını bunun üzərində qurmaq istəyən Paşinyan üçün həmin sazişin imzalanması olduqca vacibdir. Lakin məsələ burasındadır ki, Ermənistan nə konstitusiya dəyişikliyi, nə də Minsk qrupunun ləğvi ilə bağlı müraciət məsələsini indi gündəmə gətirmək istəyir. Hazırki durumda isə Paşinyanın dedikləri yalnız quru bəyanatlardan ibarətdir və bu heç bir halda Ermənistanın sülh istəməsi kimi qiymətləndirilə bilməz. İranda hərbi parad. Pezeşkiyan çıxış etdi. Ordumuzla sözümüzü deyə mübahisəsiz bir güc olaraq bölgədə sülhü qoruya bilərik. Bunu aprelin 18-i ordu günü ilə bağlı Tehranda keçirilən paradda İran prezidenti Məsud Pezeşkiyan deyib. Ordu olmasaydı düşmən ölkəmizi işğal edəcəkdi. Ordu hökumətin və millətin möhkəm qalasıdır və düşmənin yuxusunu pozub. O əlavə edib. Moskvada Əliyev-Putin-Paşinyan görüşü olmayacaq. Moskvada Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri arasında üçtərəfli görüşü gözləmək lazım deyil. Bunu Rusiyalı politoloq Dmitri Salonikov deyib. Mayın 9-da keçiriləcək tədbirlərə çox sayda lider gələcək. Bu, kifayət qədər iri miqyaslı tədbir olacaq. Sıx qrafikə görə belə bir görüş hətta texniki baxımdan da mümkün deyil. Bundan əlavə, son illərdə Ermənistan Rusiyanın güya daha Azərbaycan yönlü mövqe tutmasına əsas gətirərək İrəvan-Bakı münasibətlərinin normallaşdırılmasına dair Moskva ilə üçtərəfli danışıqlar formatından imtina etməyə başlayıb. O bildirib. Salonikovun sözlərinə görə İlham Əliyevlə Nikol Paşinyan arasında Moskvada iki tərəfli görüş mümkündür. Amma burada da heç bir ciddi nəticə gözləməzdim. Birincisi ona görə ki, yenə də həm Azərbaycan prezidentinin, həm də Ermənistan baş nazirinin qələbə paradına görə Moskvaya səfərinin formatı belə nümayişkaranə addımdır. İkincisi, hazırda Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması istiqamətində irəliləyiş mümkün deyil. Çünki bu sənədi imzalamaq üçün Azərbaycanın ərazi iddialarının konstitusiyadan çıxarılması şərtini Ermənistan yalnız 2027-ci ildə yerinə yetirə bilər. Ermənistanla müvəqqəti sülh müqaviləsi Bakını qane edə bilməz.